Bakı Dövlətin məzun günündən hər birinizə salamlar. Səhərimi anamdan belə bir sürprizlə açdım və tez hazırlaşmağa başladım. Düzünü desəm bu gün üçün ağ uzun bir paltar geyinmək fikrim var idi, lakin paltarların stokları bitmişdi. Mən də çəkiliş üçün aldığımı geyindim. Məzun gününə getməzdən əvvəl universitetə yollandıq ki, bir neçə şəkil çəkdirək. Zaten məzunların çoxu orada idi. Sonra da gedirik Koroğludakı gimnastika arenasına. İçəriyə yemək yaxud içki aparmağa icazə verilmirdi. Biz də təbii ki, oradakı ikramlardan yedik. Hələ deyilmişdi ki, rahat ayaqqabı geyinin, o sırada mənim kabluklar. Nədənsə ürəyim gedir də kablukda gəzməkdən və rəqs eləməkdən. Bilirsiniz nə yadıma düşdü? YouTube'a ilk hansı universitetə qəbul olduğum videosunu yükləmişdim. Hardan, haraya? Həqiqətən Bakı Dövlət mənə təhsillə yanaşı bir çox gözəl yeniliklər qatdı və möhtəşəm insanlarla tanış oldum. Yenidən seçmə şansım olsaydı, yenə birinci yerə oranı yazardım. Bu arada ən çox Nigar Camalın, Aygün Kazımovanın çıxışlarını bəyəndim, çünki ancaq onlar tanıyırdım. Buradan 2026-nın bütün məzunlarına bolca uğurlar arzulayıram. Yolumuz açıq olsun. İzlədiyiniz için teşekkürler.